Mən Qurana əsaslanıram və bu günlərimdə deyirəm, baxın, Ceyhun müəllimə də göstərdim. Ayənin özündə ərəbcəsində deyir ki, Əl-Həc əşhuru məlumat, məlum aylardadır. Minimum 3 ayda olmalıdır. Amma bu gün ərəblər bizi yığıbdılar. Cəmi cümlətanı ildə bircə dənə aya, Zilhiccə ayında bir neçə gündə salıb məsələni həll eləyibdilər. Yəni bu Qurana ziddir. Hədislərlə izah verə bilməzlər, çünki Peyğəmbər ömründə həmin o mənbələrə istinadən bircə dəfə ömründə həcc eləyib. Necə ikincini, üçüncünü deyəcəksən? Bu məsələnin digər tərəfi. İndi gəlirik məsələn mütəvatir məsələsinə. Mütəvatir nədir? Yox, yəni davam edib qısa formadır. Yəni İslamda həcc hamımıza məlum olduğu kimi bildim. Bir dəfə vacibdir. Yəni müsəlmanın həccə getməyi bir dəfə bəs onda 27 dəfə niyə gedirlər? O artıq onun, yəni onda keçirir başqa məsələ. Əslində bir dəfə də vacib deyil. Orada deyir ki, bax, istəyirsiniz göstərim Quran-ı Kərimdə İbrahim peyğəmbər qardaş İslamın şərtləri nədir? Deyir, buniyəl İslamu alə xams. 5 təməl üzərinə quruldu. Bu hədisdir, Quran deyil. Nəyə gətirir? Kəlmə-i şahadət gətirmək, namaz qılmaq, oruç tutmaq. Yaxşı, bunu elədim. Üçünü də elədim. Sonra ikisini eləmək üçün, zəkatla həcci vermək üçün gərək imkanın olsun. Deməli, imkanlara aiddir. Xeyr, İslamın əsas şərti oxudur. Hanı var orada? Ədalətli olmaqdır, var orada. Düz danışmaqdır, var orada. Adam öldürməməkdir, var orada. Xeyr, bizi gətirib birisi nə edib də? Bu belə hədislərlə başına sal aşağı, pasiv insan ol və salam yaşa. Halbuki ədalətli olmaq aktiv insan olmaq deməkdir. Çünki Məhəmməd peyğəmbərin özü də hədislərin məqsədi insanları passivləşdirmək deyil. Yəni bu qardaş hədis gətirim də sizə. Baxın, deyir ki, peyğəmbər bir gündə üzr istəyirəm bu ifadəmə görə bütün tamaşaçılardan. Hədis ən səhih qəbul edilən Səhih Buxaridən gətirirəm. Deyir 12 xanımı ilə bir gündə hamısı ilə bərabər oldu. Qardaş, bunun mənə nə aidiyyatı var? Bunu Peyğəmbər özü mü dedi? Özünü mü göstərmək istəyirdi başqalarına? Yoxsa kimlərsə bunu pusub mu gəlib dedi? Bunu mən necə hədis qəbul edə bilərəm? Sonra da vəhy məhsulu olaraq bunu insanlara təqdim edə bilərəm. Absurddur bu.